Əziz 9-cular, sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Bilirəm və başa düşürəm ki, hər biriniz həyəcan içərisindəsiniz. Necə olacaq, necə edəcəm, necə yazacam sualı sizin beyninizə fırlanır. Amma elə deyil. Bu imtahan elə də qorxulu deyil. Sizin bacara biləcəyiniz, həll edə biləcəyiniz, öhdəsindən gələ biləcəyiniz suallardır. Həyəcanın da olması normaldır. Bunu unutmayaq. Bütün imtahanlarda hər kəsdə istəyir dəfələrlə imtahan verək, amma yenə də bizdə həyəcan olmalıdır. Bu bir təbii haldır. Həyəcan olmazsa zaten o imtahanın bir marağı olmaz. Bunu unutmayaq. Və sizə mən bunu demək istəyirəm ki, həyəcanımızı idarə eləyək. Bununla yanaşı testlərə, mətnlərə, suallara diqqətlə baxaq. Özəlliklə də mətn suallarına. Orada olan bütün cümlələri bir neçə dəfə nəzərdən keçirək. Hər bir cümlə, hər bir cümlədəki bir fikir, bir söz bizim üçün bir açar söz ola bilər, bir cavab ola bilər. Onun üçün diqqətli yanaşaq. İmtahanda sonacan əyləşək və hər bir cavab variantı üzərində ətraflı düşünək. Səhv edəcəm düşüncəsində olmayaq. Biz səhv eləyə bilərik, bu normaldır. Səhvlərimizdən öyrənirik. Buna görə qətiyyən narahat olmuruq. Əsas odur cavablandıraq. İstər Azərbaycan dili, istər İngilis dili və ya Rus dili, hər hansı bir xarici dildən imtahan verəcəksə fərqi yoxdur. Riyaziyyat, bunların hər birinə diqqətlə, önəmlə yanaşırıq və heç birini göz ardı eləmirik. Hər biri eyni əhəmiyyətə malikdir və çalışırıq ki, hər birindən də maksimum nəticə əldə eləyək. Bizim sizdən, həmçində sizin özünüzdən gözləntiniz bu olmalıdır. Mən maksimum yüksək hədəfə çatmalıyam. Mən bunu bacararam. Bunu özünə aşlamalısan. Və inşallah da belə olacaqdır və bu yolda, bu imtahanda sizə uğurlar arzulayırıq. İnşallah belə imtahanlar hələ qarşıda çox olacaq. Onların da öhdəsindən səbirlə, təmkinlə və özünə inamla gəlmək mümkündür. Təki ümidimizi itirməyək ki, mən bacarmayacam nəysə. Hər zaman ümidli olaq. Bir şey onda bizdən gedir ki, əlimizdən. Bizdə qalmır. Biz ona inanmırıq. Ümidsiz oluruq. Ümidli olaq. Hər şey yaxşı olacaq. Sizə inanırıq. Diqqətinizə görə təşəkkür edirəm.